Salam, hər vaxtınız xeyir. Bugün sınaq qrupumuzda ilk mövzunun izahını verəcəm. Deməli, birinci sınaq mövzularımız geotermik pillər, dağ əmələ mərhələləri, litosfer tavları, neoteknik və paleoteknik hadisələrlə bağlıdır. Qəbula daha çox bu mövzulardan dağ əmələ mərhələləri və litosferdən düşür. Bəzi illərdə isə hər iki mövzu eyni qəbulda olur. Yəni ona görə bu mövzuları həm yaxşı öyrənmək, həm də bu mövzuların çoxlu testlər işləməyimiz vacibdir. Qəbulda yüksək bal toplamaq istəyiriksə. İlk sualımıza baxaq. Geotermik pillənin böyük olduğu ərazilər. Geotermik pillənin biz bilirik ki, geotermik pillə yerin daxilına doğru temperatur artır və 1 dərəcə artması üçün lazım olan dərinliyə biz geotermik pillə deyirik. Böyük və kiçik olur geotermik pillə. Kiçik olduğu ərazilər geosinkronal ərazilər, böyük olduğu ərazilər platformalardır. Biz də cavablar arasında platforma seçirik. Alp dağları geosinkronaldır, kiçikdir. Tibet yaylası geosinkronaldır, kiçikdir. Meksika yaylası geosinkronaldır, kiçikdir. Kürə ovalığı geosinkronaldır, kiçikdir. Qərbi Sibir ovalığı isə cavan platformadır və platforma olduğuna görə burada geotermik pillə böyük olacaq. Doğru cavab Y variantı. İkinci sual. İkinci sualda uyğunluğu istəyir bizə. Relyef formaları geosinkronalın mərhələləri. Geosinkronalın 4 mərhələsində olduğunu bilir. Relyef formalarından geosinkronalda yerləşən ərazilər geosinkronalın mərhələlərinin 3-cü mərhələsində, platformada yerləşən ərazilər isə geosinkronalın 3-cü mərhələsindədir. Daha doğrusu 4-cü mərhələsindədir. Yəni biz burada cavan dağlar tapsamız, cavan dağları götürürük 3-cü mərhələyə, qədim dağları isə 4-cü mərhələyə götürməliyik. And dağları cavan dağdır, 3-cü mərhələ doğru. Kap dağları. Kap dağları 2-ci mərhələyə yazılıb, amma biz bilirik ki, Afrikanın cənubunda yerləşən Kap dağları platformadır və 4-cü mərhələdir. Yanlış. Braziliya yaylası platformada yerləşən bir yerlərdir. Platformada yerləşirsə 4-cü mərhələ doğrudur. Ural dağları. Ural dağları biz bilirik ki, qədim dağlardır və platformada yerləşir. O 4-cü mərhələdədir. Burada 1-ci mərhələ yazılıb yanlış. Atlas dağları platforma, daha doğrusu geosinkronalda yerləşir. Cavan dağlardır. Afrikanın şimalındadır və cavan dağ olduğuna geosinkronalın 3-cü mərhələsində doğrudur. Əjdaha dağları Afrikanın cənubunda Kap dağlarından deməli eyni ərazidə yerləşirlər. Kap dağlarında olduğu kimi bu da geosinkronalın inkişafının 4-cü mərhələsində, çünki qədim dağdır. Doğru cavabımız 1, 3, 5. Doğru cavab A variantı 2-ci sualdır. 3-cü sual. Kaledon Hersin qırışıqlığı dövründə yaranan dağları müəyyən edin. Biz burada qədim dağları götürəcəyik. Mən xəritədə maksimal dərəcədə qədim dağları göstərməyə çalışacağım sizə. Deməli, bu dağlardan Şimali Amerikada Apalaş dağlarıdır. 6. Bu doğrudur. 5-də verilən And dağları alt qırışıqlığındadır. Yanlışdır. 4-də verilən Atlas dağları deməli, bu alt qırışıqlığındadır. Yanlışdır. 1-də verilən Ural dağları. Biz bilirik ki, qədim dağları Hersin Kaledon yaşlıdır. Doğrudur. 2-də göstərilən dağ Himalay dağlarıdır. Himalay dağları biz bilirik ki, alt qırışıqlığında yaranıb. Yanlışdır. 3. Böyük Sarıcı dağları. Böyük Sarıcı dağları Avstraliyada yerləşən qədim dağları və Hersin Kaledon yaşlıdır. Doğrudur. Doğru cavabımız 1, 3 və 6. 1, 3 və 6 A variantı. Bir də qeyd edək ki, Cənubi Amerikada ümumiyyətlə Hersin Kaledon yaşlı dağ yoxdur. Ona görə Cənubi Amerikanı axtarmırıq. Ümumiyyətlə Hersin Kaledon ilə. Avstraliyada yalnız Hersin Kaledon yaşlı böyük sarı dağlardır. Yalnız budur. Afrikada Hersin Kaledon yaşlı 2 dağ var. Deməli, burada Kap dağları və Əjdaha dağları. Avropada deməli Hersin Kaledon yaşlı dağlar düşəndə daha çox düşür bizə Skandinaviya dağları, Avropa Asiya arasında yerləşən Ural dağları, deməli Çin ərazisində Böyük Hinqan dağları və yenidən törənmiş dağlar kimi öyrəndiyimiz Altay, Sayan və Tian-Şan dağları. Bunlar Hersin Kaledon yaşlı dağlardır. Burada cavabımız A oldu. Kimmer dağ əmələ mərhələsinə aid olan dağlar seçin. Kimmer dağ əmələ gəlmə, yəni Mezoy arasında yaranan dağlar. Ural bilir ki, Hersin Kaledonda olmaz. Kap Hersin Kaledonda olmaz. Verxansk və Çerisk, yada saxlayırıq, Rusiyanın deməli şərqində yerləşən və Kimmer dağ əmələ gəlməsində yaranan dağlardır. Kunlun Hindistanın şimalında Çin ərazisində düşür. Hersin Kaledon yox, daha doğrusu Kimmer dağ əmələ gəlməsində yaranan dağ doğru. Apalaş dağları isə Hersin Kaledonda əmələ gələn dağdır. Yanlış. Burada cavab 3, 4 və 5 olacaq. 3, 4, 5. C variantı. Ümumiyyətlə, yəni dünyada Kimmer dağ əmələ gəlməsinə aid olan dağların yerləşdiyi əraziləri xəritədə göstərməyə çalışacağım sizə. Bunları sileyim. Deməli, Şimali Amerikada Qayalı dağlar, Meksika yaylası, Cənubi Amerikada yoxdur.
Afrikada yoxdur, Avstraliyada yoxdur, Avropada yoxdur. Gəlirik Asiyaya. Asiyada Verxoyansk, Çersk, Sxota-Alin, deməli Tibet yaylası və Kunlun dağları. Bunlar deməli Kimmer dağ əməgəlmərəsində Mezoyasında yaranan dağlar və ərazilərdir. 5-ci suala baxaq. Eralar, qırışıqlıq, dağ əməgəlmə və yerləşdiyi materik. Deməli Paleozoy. Paleozoyda Kaledon var. Altay həqiqətən doğrudur. Altay amma Afrikada deyil. Yəni Plus, amma Afrikada yox. Avrasiyada və yaxud da Afrikada da buna görə yanlış. Bir olmaz. Bir olmaz üçün A variantını çıxırıq. 2. Paleozoy. Hersin doğru. Ural doğru. Avrasiya doğru. Deməli, ikinci bəndə verilən variantlar tam doğrudur. 2-ni götürürük. 2-ni götürürüksə, deməli, D və E-ni çıxırıq. Yəni 2, 4 olacaq, ya 2, 5. 3-ə baxaq yenə də. Mezoy, Kimmeri doğru. Apalaç, Hersin Kaledondur, səhv. Şimali Amerikada yerləşməsi doğru idi. Kaynozoy, alt qırışıqlığı doğru. Atlas dağları həqiqətən də alt qırışıqlığında Atlas doğrudur. Kaynozoyda yaranıb və Afrikada yerləşir, doğrudur. Cavab deməli B variantı 2, 4 olacaq. 5-ə də baxaq. Mezozoy. Kaledon Mezoyda deyil, Paleozoyda da səhv. Andalları, yenə də səhv. Andalları alt qırışıqlığında Kaynozoydadır. Andalların Cənubi Amerikada yerləşməsi isə doğrudur. Burada doğru cavab B variantımız oldu. Deməli, gələk 6-cı suala baxaq. Sxemə uyğun gələn dağ silsilərini müəyyən edin. Sxemə uyğun gələn dağ silsiləri, burada iki litosfer tavasının toqquşmasını görürük. Burada diqqətlə baxın, bir tava aşağı doğru gömülüb. Biz bu hadisəyə subduksiya deyirik. Subduksiya Sakit Okean tavasının materik tipli tavalarla toqquşma zonasıdır. Burada yaranır okeanda novlar, adalar göğsü və Şimali və Cənubi Amerikada And və Kordilyer dağları. Və burada da dediyimiz kimi And Kordilyer dedik. Elə doğru cavab And dağlarıdır. Litosfer tavalarının divergent sərhədlərinə aid olanlar divergent litosfer tavalarının ayrılmasıdır. Bu daha çox okean hissəsində baş verir. Bir də bilirik ki, materik tipli tavalar Afrikanın şərqində sınma zonası yaradır. Bu tip sərhədlərdə stratovulkanlara geniş rast gəlinir. Deməli, dünyanın ən dərin çökəkliyi bu sərhəddə formalaşır. Müqəddəs Helena, Azor adaları bu sərhəddə formalaşır. Şimali Amerika və Avrasiya tavalarının arasında mövcuddur. Yeni Zelandiyada bu tip ərazilərdə formalaşır. Rift dərələri bu sərhədlərdə formalaşır. Deməli, burada deməli, baxaq. Stratovulkanlar daha çox materik tipli tavalarda rast gəlinir və bu vulkanlara misal olaraq biz Etnanı, Vezuvini göstərə bilərik ki, belə vulkanlar materik tipli tavaların daxilində yerləşir. Əgər divergent sərhəddə yerləşən vulkanlar isə qalxanvari vulkanlar adlanır. Ona görə bir səhvdir. Dünyanın ən dərin çökəkliyi bu sərhəddə formalaşır. Xeyr, o konvergent zonada Marian çökəkliyidir. 2 də səhvdir. Müqəddəs Helena, Azor adaları bəli, divergent zonadadır. 3 doğru. Şimali Amerika və Avrasiya arasında divergent zona mövcuddur. Biz ona daha çox da İslandiya adası üzərindən də yadımızda saxlaya bilərik ki, İslandiya adası Şimali Amerika və Avrasiya tavalarının divergent zonasındadır. Yeni Zelandiya adası bu tip sərhəddədir. Yeni Zelandiya adası da konvergent sərhəddədir. Yanlış. Rift dərələri bu tip sərhəddə formalaşır. Bəli. Ümumiyyətlə, divergent sərhəddə nə formalaşır? 1. Orta Okean dağ silsilələri. 2. Adalar. 3. Rift dərələri. Divergentdə yalnız bu 3 zona formalaşır. Litosfer tavalarının konvergent, yəni toqquşma sərhədinə aid olanlar istəyir. Toqquşma sərhədində deməli subduksiya zonasını izah edəndə dediyim eyni bir prosesdir. Eyni zamanda iki materik tavası olsa artıq o subduksiya deyil, koleziya adlanır və yalnız quruda sıra dağlar yaranır. Dərin sulu okean çökəklikləri nollar yaranır. Bu doğrudur. Deməli, bir doğru. Quru sərhədində rift dərələri formalaşır. Rift dərələri divergentdədir. Yanlış. Materikləri dağ silsilələri, okeanlar isə adalar göğsü. Doğru. Subduksiyada izah eləmişdim. Azor, Vozneseniya adaları bu sərhədləri. Bunlar deməli divergentdədir. Yanlış. Koleziya və subduksiya zonaları bu sərhəddə mövcuddur. Qeyd etdim bunu əvvəlcə. Doğru. Sıyıq maqma püskürən qalxanvari vulkanlar bu isə divergent zonadadır. Yanlış. 1, 3 və 5. Doğru cavab A variantı.
Litosfer tavanın divergent zonasında yerləşən adalar. Litosfer tavanın divergent zonasında deməli yerləşən adalar birinci seçək buradan. Azor doğrudur. Yapon adaları konvergentdə də olmaz. Paska doğrudur, divergent. Kuril konvergent. Galapagos divergent doğru. Aleut konvergent yanlış. Deməli 1, 3 və 5 doğru cavabımız olacaq. Ümumiyyətlə divergentdə yerləşən adalar düşəndə seçirik. İslandiya, Jan Mayen, Azor adaları, deməli aşağı doğru gəlsəmiz, burada Müqəddəs Helena, Vozneseniya, Havay adaları, deməli Şimali Amerika ya düşür Sakit Okeanda və Cənubi Amerika sahillərində Paska, Galapagos adaları və bir də Afrikanın şimalında Kanar adaları divergent zonada yerləşən adalara aiddir. Müvafiq olaraq neotektonik və paleotektonik ərazi. Neotektonik müasir dövrdə baş verən deməli proseslərin olduğu, yəni zəlzələlər və vulkanların mövcud olduğu əraziləri hal-hazırda geosinklinal deyirik bura. Geosinklinallardadır neotektonik. Paleotektonik isə qədimdə baş verib, hal-hazırda baş vermir. Yəni platformalar. Paleotektonik platforma, neotektonik geosinklinal. 2. Birlə başa İslandiya. İslandiya bilir ki, hal-hazırda litosfer tavanın toqquşma zonası, daha doğrusu ayrılma zonasındadır. Şimali Amerika və Avrasiya, ona görə neotektonik olacaq. 2. Labrador yarımadası. Labrador yarımadası, yəni bizim Şimali və Cənubi Amerikanın bilir ki, qərbidir geosinklinalda, ona görə 2 olacaq paleotektonik. 3-ə baxaq. 3 Türk ərazisi, Anadolu, burada Pontavr dağları var, bilirik ki, Ərəbistan və Avrasiya dağlarının toqquşmasıdır, ona görə neotektonik. 4-cü məntəqə Skandinaviya yarımadası. Skandinaviyada onsuz da bir Skandinaviya dağları var və qədim dağlarsa, deməli ora paleotektonik olacaq. 4. 5-ə baxaq. Deməli Meksika yarımadası, Meksika yaylası bura Şimali Amerikanın qərbi olduğuna görə, qərbi də deməli Sakit Okeanla Şimali Amerika dağlarının toqquşma zonasıdır. Ona görə olacaq neotektonik. Deməli 1, 3, 5 neotektonik. 6 Ərəbistan. Ərəbistan isə qədim bir platformadır. Daha doğrusu Hindistan da Ərəbistan da eyni zamanda ikisi də qədim platforma. Burada Hindistan qeyd olunub və Hindistan olacaq paleotektonik. 6 da gedir 2-yə, yəni paleotektonikə. 1-ə 1, 3, 5, 2-yə 2, 4, 6. Doğru cavab C variantıdır. Sınağa yəqin ki, hər kəs axıra qədər baxdı. Sınaqlarımız həftədə 3 dəfə, 1-ci, 3-cü və 5-ci gün, 1, 3 və 6-cı günləri 22:00-da paylaşılır. Sınaq qrupumuz mövcuddur. Sınaq qrupunda qoşulmaq istəyənlər yuxarıda qeyd edilən WhatsApp nömrəsinə və Instagram səhifəsinə yaza bilər. Qrupa qoşulmaq pulsuzdur.